Salam hörmətli müəllimlər. Deməli bildiyiniz kimi 3 dənə artiklımız var. E, N, Z. E, N artiklı əvvəl one mənasını verib, sonra dəyişib E, N olub. Z-in də mənası Z deməkdir. Yes. Deməli, N saytlərdən əvvəl gəlir bildiyiniz kimi. Yəni E, tutaq ki, I gəlirsə, məsələn, elephant. Elephant demək səsləmir də düzgün. Ona görə an elephant. Yes. Deməli, saytlərdən əvvəl an gəlir. Bildiyimiz kimi peşə adlarının qarşısında həmişə an olur. Yəni, məsələn, I am a teacher. I am an engineer. Bunlar peşə adı olduğuna görə. Sonra zeri-zeradan əvvəl həmişə zeri-zeradan sonra, daha doğrusu zerizdən sonra. Zeriz nə bilim, banana on the table. Stolun üstündə banan var. Yes. Və yaxud da əgər isimdən əvvəl artikel var və biz isimdən əvvəl sifət qoymuşuqsa, tutaq ki, deyirik there is an old house near my home. Mənim evimin yanında köhnə bir ev var. Yes. Deməli, bu house sözünün artiklı gəlib keçib qabağa və an sözü ondan sonraki gələn sözə baxır. Burada house sözü olmasaydı, olacaqdı there is a house. Amma biz house-a baxmırıq da, artıq an house-dan ayrılıb. Buna görə an-dan sonra gələn sözə baxırıq. There is an old house. Deməli, əgər ismimiz sayılandısa, isimdən əvvəl sifət varsa, deməli, onların qabağında an artiklı qoyuruq. A big house, məsələn. Qırmızı qələm, a red pen. Nə bilim, a diligent student, məsuliyyətli, çalışqan uşaq, tələbə. A bad person. Yes, siz baxırsınızsa, əgər isimimiz sayılandısa, ondan sonra ondan əvvəl sifət varsa, deməli, bunun qarşısında an artiklı var. Amma mütləq ismin sayılıb sayılmayan olmağına fikir verməliyik. Yes. Və bir şey haqqında birinci dəfə danışırıqsa. Yes, məsələn, nə bilim, I have a sister. Sister. Birinci dəfə dedik ki, mənim bir bacım var. Bacı haqqında ilk dəfə danışırıq. Z-ni nə vaxt işlədirik? Z-ni işlədirik yeganə olan şeylər haqqında, yəni the sun, the moon, the maiden tower. Hansı ki, qız qalası da dedik. The maiden tower. Başqa yerlərin the Eiffel Tower və s. Sonra əgər bir şey haqqında ikinci dəfə danışırıqsa, məsələn, tutaq ki, biz deyirik ki, there is a book on the table. Sonra ikinci dəfə həmən kitab haqqında danışanda deyəcəyik the book is black. Məsələn, çünki artıq bilirik ki, kitabın stolun üstündə hər hansı bir kitab var. Sonra ikinci deyirik, həmin kitab qaradır. Sonra söz önlərdən sonra, məsələn, tutaq ki, deyirik ki, qapının arxasında adam var. Yes. There is a man behind the door. Çünki biz bilirik ki, hansı qapıdan söhbət gedir. Yes, yəni həmin qapının arxasında adam var demək istəyirik də, düzdür. Və yaxud da məsələn, o misalımızda banan məsələsi var idisə, yadınızdadırsa, deyir, tutaq ki, there are a lot of bananas. Onda deyirik, I want a banana, bir banan istəyirəm. Amma banana işarə edirik. Bir dənə banan var, onu işarə edirik. Deyirik, I want Z banana, yəni Z banana, o mənada. Sonra tarixlərin qarşısında bildiyimiz kimi və yaxud da sıra sayıların qarşısında the first floor,
The 10th of November. The article işlənir.